Əməkdar artist Bəhram Bağırzadə bir ay əvvəl dünyasını dəyişən həmkarı Cabir İmanovu duyğusal sözlərlə anıb. Düz bir aydı ki, sən yoxsan. Boşluq və ağrı ilə dolu bir ay. Nə ilə məşğul olsam da, sənin yanında olmağını hər an hiss edirəm. Günüm iki hissəyə bölünür. Ya sənin yumorunu xatırlayıb gülümsəyirəm, ya da bu itkini dərk edib susuram. Aktyor bildirib ki, Cabir İmanov onun həyatında çox xüsusi yer tutub. Uşaq kitabları nəşr etməyə başlayanda hamı tərəddüd edirdi. Amma sən mənə inanmışdın. Səhərlər zəng edib mənasız zarafat edirdin, amma biz ürəkdən gülürdük. Bağırzadə yazısını bu sözlərlə tamamlayıb. Sənin yoxluğunu çox hiss edirəm, amma bilirəm Cabir, sən bunların hamısını eşidirsən. Allah sənə rəhmət eləsin. Qeyd edək ki, Cabir İmanov bir ay əvvəl idman zalında infarkt keçirərək dünyasını dəyişib.